SSR tarixini bilənlər 28 noyabr, 1 dekabr 1943-cü ildə Tehran konfransı haqqında eşitmişlər. Bu, bilirsiniz ki, İranın paytaxtı Tehran şəhərində Amerika Birləşmiş Ştatları, SSR və İngiltərənin dövlət rəhbərləri tərəfindən keçirilən bir konfrans idi. İkinci Dünya müharibəsinin gələcəyini müzakirə etmək üçün toplaşırdılar. Belə ki, 30 noyabr tarixinə planlaşdırılan Almanların hər üç dövlət xadiminə qarşı bir sui-qəsd planı da vardı. Bu, Churchillin ad günündə edilməli idi. Plana isə Ernest Kaltenbrunner rəhbərlik edir və planın adı isə Uzun Tullanış adlanmışdı. Lakin bu planı pozan və Alman agentura şəbəkəsini ifşa edən Məhəmməd Hüseyn Əsədzadə haqqında sizin yəqin ki, məlumatınız yoxdur. Məhəmməd Hüseyn Xudadatoğlu Əsədzadə 1899-da Həştərxanda olmuşdu, anadan olmuşdu. 19 yaşında Dövlət Daxili İşlər orqanlarına, o vaxtki NKVD-yə işə girmişdi. Sonra isə Fövqəladə Komissiyanın üzvü olmuşdu, çekist olmuşdu. Həmin dövrdə Məhəmməd Hüseyn Əsədzadə İranda SSR-nin ticarət nümayəndəsi işləyirdi. Məhz 1943-cü ilin 22 noyabrında Stalin Bakıya getmiş və buradan da məhz Tehrana yola düşərkən Məhəmməd Hüseyn Əsədzadə Astarada general marşal Vasilevskini qarşılamış, baş qərargah rəisi onunla bir yerdə Tehrana yola düşmüşdülər. Bütün Almaniya radio şəbəkəsi, agentura şəbəkəsi məhz onun rəhbərliyi altında nəzarətə götürülmüş və çox tez qısa bir zamanda neytrallaşdırılmışdı. Nəinki qəsdin üstü atılmış, 100-dən çox Almaniyanın İrandakı agentura şəbəkəsi də ifşa edilmişdi. Məhz bu xidmətlərinə görə Məhəmməd Hüseyn Xudadatoğlu Əsədzadəyə Lenin ordeni, daha sonra isə Qırmızı Ulduz ordeni mükafatı verilmişdi.